Salam, hörmətli abituriyentlər. Bu videomuzda sizlərə Azərbaycan Sovet Sosialist Respublikasının 2-ci Dünya Müharibəsi illərində mövzusundan danışacağıq. 1939-cu ilin sentyabr ayının 1-də Almaniyanın Polşaya hücum etməsi ilə dünya tarixində ən böyük insan tələfatına səbəb olmuş müharibələrdən biri 2-ci Dünya Müharibəsi başlamış oldu. 2-ci Dünya Müharibəsinin başlanması zamanı SSR əslində demək müharibəyə qoşulmamışdı. Yəni faktiki olaraq Almaniyanın aralarında razılaşma var idi. Molotov-Ribbentrop paktına əsasən Şərqi Avropanın nüfuz dairələrinə bölünməsinə görə və Sovet Sosialist Respublikaları İttifaqı Finlandiyaya birbaşa müdaxilə eləyir. Finlandiyaya müdaxilə etməsi ilə Millətlər Cəmiyyəti adlandırılan qurumdan Sovet Sosialist Respublikaları İttifaqı qovulur, yəni dövlətlərarası münasibətə pis yanaşdığına görə və SSR-nin Finlandiyada apardığı mübarizə əslində onun mühərriklər müharibəsində, yəni tanklar mübarizəsində mühərriklər əsas yanacaq ehtiyatlarının üstün rol oynadığı müharibədə zəifliyini ön plana çıxartdığına görə Almaniyada SSR-yə qarşı ildırım sürətli bir müharibə planı hazırlayır. Barbarossa adlı plan. Barbarossa adlı plana görə 1941-ci il 22 iyun tarixində Almaniya müharibə elan etmədən birbaşa SSR üzərinə hücuma keçir. Bununla da Azərbaycan Sovet Sosialist Respublikası da SSR-nin tərkib hissəsi olduğuna görə, SSR müharibəyə qoşulduğuna görə Azərbaycan SSR-də 2-ci Dünya Müharibəsinə qoşulmuş olur və ölkəmizdə ümumi səfərbərlik xətti elan edilir. Və əlavətən qeyd etmək lazımdır ki, əslində SSR müharibə yəni Almaniyanın hələ özünə müharibə elan etməsinə qədər hər nə qədər müharibəyə qoşulmadığını, müharibə hazırlığında olmadığını göstərməyə çalışsa belə, o dövrün qaynaqlarının verdiyi məlumata əsasən SSR-də hər şey müharibənin tələblərinə uyğunlaşdırılmağa başlanmışdı. 39-cu ilin sentyabr ayında müharibənin başlanması xəbəri alınandan sonra. Müharibə illərində Dağıstan Muxtar Sovet Sosialist Respublikasının rəhbəri Əziz Əliyev Dağıstanlıların deportasiya edilməsinə imkan vermir və Hitlerin planına əsasən Bakı işğal edildikdən sonra Bakının nefti Almaniyanın kontinental neft cəmiyyətinə tapşırılmışdı ki, dərhal emal olunmalı və Almaniyaya başlanılmalı idi. Çünki 1-ci Dünya Müharibəsi illərində də, 2-ci Dünya Müharibəsi illərində də Azərbaycan Sovet Sosialist Respublikası, yəni 2-ci Dünya Müharibəsi illərində Azərbaycan SSR, 1-ci Dünya Müharibəsinin illərində isə Şimali Azərbaycan nefti iri dövlətlərin hərbi planlarında əsas yeri tuturdu. Yəni Şimali Azərbaycan iri dövlətlərin hərbi əməliyyatlar meydanına çevrilməsə belə hərbi əməliyyatların əsas məğzində dayanırdı ki, bura ilə bağlı ciddi planlar var idi, strategiyalar həyata keçirilməyə çalışılırdı. Düzdür, buna 1-ci Dünya Müharibəsi illərində nail ola bilmirlər, amma 2-ci Dünya Müharibəsi illərində Qafqazın hüdudlarına qədər gəlib çatsalar da Şimali Azərbaycana müdaxiləyə imkan verilmir. 1941-ci ildə isə Moskva döyüşündə Almanların o hansı ki qarşısına qoyduqları Barbarossa kimi ildırım sürətli plan var idi. Həmin plan iflasa uğrayır. Yəni Alman ordularının məğlub edilməzlik əfsanəsinə son qoyulur. Almanlar özləri ilə yanaşırdılar ki, güya onları heç kəs məğlub edə bilməz. Amma 41-ci ildə baş vermiş Moskva ətrafındakı döyüşdə faşist ordusunun, yəni Alman ordularının məğlub edilməzlik əfsanəsinə son qoyuldu. Həmçinin tarixdə Azərbaycan Respublikasının tarixində 2-ci Qarabağ müharibəsi dövründə məğlub edilməzlik əfsanəsinə ermənilərin də son qoyulur. Ermənilər Ohanyan səddi adlandırdıqları keçilməz sədd elan etdikləri səddə Azərbaycan hərbiçilərinin qısa müddət ərzində yarıb keçməsi onların da məğlub edilməzlik əfsanəsinə son qoymuş olmuşdu. 42-ci ildə isə Qafqazla bağlı bir plan hazırlanır Almaniya tərəfindən. Edelweiss adlı planda nə irəli sürülürdü? Demək, biz yadımızda saxlamalıyıq ki, ilk növbədə Almaniyanın SSR-yə qarşı hücum planı Barbarossa adlanırdı, amma Almaniyanın Qafqaza hücum planı Edelweiss adlanırdı və Qafqaza hücum adlı planda Edelweiss dağ çiçəyi mənasını verir. Qafqaz dağlarında yetişən nadir çiçəklərdən biridir. Almaniya Şimali Qafqazın böyük bir hissəsini zəbt edib Dağıstana yaxınlaşır. Planın növbəti mərhələsində isə nəzərdə tutulurdu ki, Bakı, ondan sonra Bağdad, İran, İraq bölgələri və daha sonra Hindistana qədərki ərazilər zəbt edilməli idi.
Alman ordularının yaxınlaşması ilə 42-ci ilin 9 sentyabr tarixində Qafqazda hərbi vəziyyət elan edilir. 42-ci ilin 9 sentyabr tarixində Qafqazda hərbi vəziyyətin elan edilməsindən sonra isə 41-42-ci illərdə baş vermiş Stalingrad və Rostov ətrafındakı döyüşlərdə Almanların faşist ordularının məğlub edilməsi onların gücünü daha da sarsıtmış olur Qafqaz istiqamətində və 43-cü ilin əvvəllərində isə Sovet ordularının Şimali Qafqazda əks hücum əməliyyatları həyata keçirtməsi gətirir çıxardır ki, Almanlar tamamilə Qafqaz istiqamətlərində olan və Qafqazla bağlı olan Edelweiss planları iflasa uğrayır. Hər bir plan haqqında ətraflı danışsaq, Almaniyanın Qafqaza hücum planı Edelweiss əslində Bakının 1942-ci ilin 25 sentyabr tarixinə qədər zəbt olunmasını ön plana çəkirdi. Qafqazın idarə olunması planında isə Almaniyanın baş qərargah rəisi olan Rosenberg belə nəzərdə tutmuşdu ki, mərkəzi Tiflis olan Qafqaz Reyx Komissarlığı adlı bir idarə bölgüsü yaradılmalıdır. Həmin bölgüyə də Azərbaycan o komissarlığa da tabe edilməlidir. Böyük Türkistan planında isə Almaniyanın əsas məqsədi bundan ibarət idi ki, Almaniya türk xalqları yaşayan bütün əraziləri özünə tabe etməlidir, Böyük Türkistan adlı dövlət yaratmalıdır və həmin plana əsasən Azərbaycan da bu dövlətin tərkibinə daxil edilməlidir. Təbii ki, iri dövlətlərin, Amerikanın və İngiltərənin də Azərbaycanla bağlı planları var, Qafqazla bağlı planları var. Vilvet mənfəət adlı planda Amerika və İngiltərə SSR-yə müraciət edərək deyirlər ki, madam ki, Qafqaz istiqamətindəki döyüşlərdə ciddi qüvvəyə ehtiyac var, o zaman Sovet ordusu Qafqazdan dərhal çıxsın, getsin, Stalingrad ətrafında Almanları məğlub eləsin, Stalingrad yaxınlığında Almanların qarşısını alsın, o zaman İngilis və Amerika qoşunları da gəlsinlər, Qafqaza daxil olsunlar. Təbii ki, burada iri bir plan var, məqsədli bir plan var. Bu plan nədən ibarətdir? Qafqaza və Azərbaycana sahib olmaqdan ibarətdir. Təbii ki, Sovet Sosialist Respublikalar İttifaqının o zamanki rəhbəri Yosif Stalin bunu asanlıqla, Sovet rəhbərliyi bunu asanlıqla görə bilirlər, bunu asanlıqla siyasi baxımdan dəyərləndirə bilirlər və Amerika və İngiltərənin irəli sürdüyü Vilvet mənfəət adlı plana mane olmuş olurlar. Sovet rəhbərliyinin planı nədir bu illərdə? Sovet rəhbərliyi əslində Azərbaycan ərazisində və Qafqaz ərazisində yaşayan türk xalqlarını bölgədən uzaqlaşdırmaq üçün Almanların 2-ci Dünya müharibəsində Qafqaz istiqamətindəki hücumlarını ön plana çəkirlər. Yəni, bir növü Almanların Qafqaz istiqamətindəki hücumlarının öz məqsədləri üçün istifadə edirlər və deyirlər ki, Dağıstan bölgəsində Qafqazın türk müsəlman əhalisi, bütün Azərbaycanlılar güya bu bölgələrdən çıxsınlar, getsinlər, təhlükəsizlikləri təmin olunması üçün Mərkəzi Asiya və Qazaxıstana getsinlər müəyyən müddətlik. Stalingrad və Qafqaz döyüşündəki qələbələr də həmçinin Mirzəfər Bağırovun şəxsi etirazı da, mövqeyi də bu plana mane olmuş olur. Yəni, bu sürgün prosesi Qafqaz bölgəsi əhalisi üçün, türk müsəlman əhalisi və Azərbaycanlılar üçün o qədər də baş tutmur, düzdür. SSR rəhbərliyinin qarşıya qoyduğu dünya müharibəsi illərində o hansı ki, Krım türkləri, Qaraçay türkləri, bunların hər birini sürgün eləyə bilirlər, Axıska türklərini, ancaq Azərbaycan əhalisi və Dağıstanın əhalisi bunlardan kənarda qalır. Necə ki, Birinci Dünya müharibəsi illərində demək iştirak etmiş Azərbaycan zabitləri, hərbiçiləri var idi. İkinci Dünya müharibəsində də iştirak etmiş Azərbaycanlı döyüşçülər, Sovet İttifaqı qəhrəmanı adına layiq görülənlər, orden və medallarla təltif edilən Azərbaycanlılar da sayca çoxdular. İlk dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən adam Azərbaycanlı İsrafil Məmmədovdur. İsrafil Məmmədov Novqorodun Pustinka kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə ilk dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən Azərbaycanlı idi. Həzə Aslanov isə Moskva ətrafındakı döyüşdə fərqləndiyinə görə Qırmızı Ulduz ordeninə diqqət etmək lazımdır ki, Qırmızı Ulduz ordeni verirlər sadəcə. Stalingrad ətrafındakı döyüşlərdə fərqləndiyinə görə ilk dəfə, 1944-cü ildə isə Belarusiya və Baltikanı əraziləri azad etməkdə fərqləndiyinə görə ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Həmçinin Həzə Aslanov hərb tarixində cinahlardan zərbə taktikası ilə məşhurdur. Düşmən qüvvələr, yəni ermənilər daha çox belə deyilir ki, sənədlərini gizlətdiyi üçün ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı ona müharibə illərində yox da 1991-ci ildə verilmişdi. Xıdır Mustafayev Ukraynanın paytaxtı olan Kiyev şəhərinin düşməndən azad edilməsində göstərdiyi igidliyə görə Sovet İttifaqı qəhrəmanı adı alır. Hüseyn Bala Əliyev isə təyyarəçidir. Leningrad səmasını müdafiə etdiyinə görə hətta 17 dəfə yaralanır, amma sağ qalmağı bacarır. 6 Alman təyyarəsini məhv eləyir. Adil Quliyev də həmçinin təyyarəçidir. Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş hərbi təyyarəçimizdir. Və Qafur Məmmədov
Tuapse uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdiyi üçün Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü. Ziya Bünyadov demək Polşa və Çexoslovakiyanın azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı qəhrəmanı adı almışdı. Gəray Əsədov Rumıniya ərazisinin Markita şəhəri yaxınlığında baş vermiş döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə, Yusif Sadiqov isə Berlin uğrunda Almaniyanın əsas parlament binası olan Reichstagın alınmasında göstərdiyi igidliyə görə Sovet İttifaqı qəhrəmanı adı almışdı. Təbii ki, müharibə illərində iştirak etmiş Azərbaycanlı qadın hərbiçilərimiz də var. Faşizmə qarşı müqavimət hərəkatında iştirak etmiş qadın partizanlara Alfa Şirazi və Aliya Rüstəmbəyovanı misal göstərmək olar. Cavad Həkimlidir, Vilayət Hüseynovdur, Mehdi Hüseynzadədir. Bu şəxslər partizan komandanlardılar, partizan fəaliyyəti ilə məşğul olmuş Azərbaycanlılardılar. Cavad Həkimli 1944-cü ildə İtaliya partizan dəstəsinin komandiri olub, dəstə komandiri olub və Yugoslaviyada da mübarizə aparır. Vilayət Hüseynov isə İtaliyada Mussolini'nin həbsi prosesində iştirak etmiş partizanlardan biridir. Mehdi Hüseynzadə isə əsasən Yugoslaviyada Mikhaylova qəbi ilə tanınan partizandır. İtaliya partizan dəstəsinin komissarı idi. Yadda saxlamaq lazımdır ki, Cavad Həkimli İtaliya partizan dəstəsinin komandiridir. Mehdi Hüseynzadə həmin İtaliya partizan dəstəsinin komissarıdır. Və 1944-cü ildə Mehdi Hüseynzadə həlak olur. 57-ci ildə Sovet İttifaqı qəhrəmanı adı verilir ona. Hətta Uzaq Sahillərdə adlı film Heydər Əliyevin Azərbaycan Komünist Partiyasına birinci katibi olduğu illərdə ciddi təşəbbüsü nəticəsində Uzaq Sahillərdə filmi Mehdi Hüseynzadə haqqında çəkilir və onun xatirəsi əbədiləşdirilir. Əhmədiyyə Cəbrailov isə Fransa əsir düşərgəsindən qaçır, həmçinin Radez və Paris şəhərlərinin azad edilməsində fəal iştirak eləyir. Hətta buna Fəxri Legion ordeni verilir. Fəxri Legion ordeni nədir? Paradda, yəni hərbi yürüşdə əsgərə generaldan öndə getmə hüququ verən bir ordendir. Çox yüksək əhəmiyyətə malik bir ordendir və Əhmədiyyə Cəbrailov Armed Michel yaxud Xarqo ləqəbləri ilə tanınır. Fransanın ən yüksək hərbi mükafatlarından biri olan hərbi xaç metalı ilə də mükafatlandırılmış, təltif edilmişdir. Bizə əsasən 1-ci Dünya və 2-ci Dünya müharibəsi illərində fəaliyyət göstərmiş şəxslərlə bağlı belə bir oxşarlıq sualı düşə bilər ki, məsələn, Əhmədiyyə Cəbrailov və Səməd bəy Mehmandarovun oxşar cəhəti nədir? Səməd bəy Mehmandarov da, Əhmədiyyə Cəbrailov da demək Fransanın ali hərbi mükafatları ilə mükafatlandırılmışdır. Səməd bəy Mehmandarov 1-ci Dünya müharibəsi illərində, demək Əhmədiyyə Cəbrailov isə 2-ci Dünya müharibəsi illərində Fransanın ali hərbi mükafatı ilə mükafatlandırılmışdır. Daniel Abdülleyev adlı şəxs Fransanın ən yüksək hərbi mükafatı olan hərbi xaç ordeni medalı ilə mükafatlandırılmış, təltif edilmişdir. Yenə Əhmədiyyə Cəbrailovla Daniel Abdullayevin oxşar cəhəti nədir? Hərbi xaç medalı ilə təltif edilmələri. Züleyxa Seyid Məmmədova 2-ci Dünya müharibəsi illərində iştirak etmiş qadın hərbi təyyarəçi idi. Əli Kərimov və Həmzə Sadiqov adlı şəxslər Feldmarşal Paulsun əsir alınmasına görə Qırmızı Ulduz ordeninə layiq görülüblər. Demək, Qırmızı Ulduz ordeninə layiq görülən şəxslər kimlərdir? Əli Kərimovdur, Həmzə Sadiqovdur, bir də əvvəl danışdığımız Həzi Aslanovdur. Moskva ətrafındakı döyüşlərdə fərqləndiyinə görə. Ziba Qaniyeva adlı şəxs isə snayperçi qadın idi və Yaqub Quliyev adlı şəxs Stalingrad ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Belə 2-ci Dünya müharibəsi illərində danışacağımız şəxslər haqqında bu qədər. 2-ci Dünya müharibəsi illərində təbii ki, fəaliyyət göstərmiş diviziyalarımız da var. Bu diviziyalara 77, 402, 223, 416 və 271 nömrəli diviziyaları misal göstərmək olar. Və 77 nömrəli diviziya 1920-ci ildə, 402 nömrəli diviziya 1941-ci ildə, həmçinin eyni ildə 223-cü diviziya, 416 və 271-ci diviziyalar isə 1942-ci illərdə demək yaradılmış, təşkil edilmişdilər. İlk milli diviziyamız olan 77 nömrəli diviziya 1938-ci ildə bütün milli diviziyalarımız kimi ləğv edilsə də 41-ci ildə yenidən fəaliyyətini bərpa edir müharibədə yaranan ehtiyaca görə. Qafqaz cəbhəsindəki döyüşlərdən başlayaraq ta Krım, Ukrayna və Litvanın azad olunmasına qədər gedib çıxır. Qəhrəmanlıqlarına görə onlara 77 nömrəli diviziyaya Simferopol diviziyası adı verilir. 402 nömrəli diviziya isə təchizat zəifliyi yaşayan bir diviziya
diviziyadır. Qafqaz uğrunda döyüşlərdən başlayır onun da yolu. Ancaq öz tərkibindəki heyətinin çoxunu döyüşlərdə itirdiyinə və təchizatı zəif olduğuna görə, yəni böyük itki verdiyinə görə 402 nömrəli diviziya sonradan 416 nömrəli diviziyaya birləşdirilir. 223 nömrəli diviziyanın da yolu Qafqazdan başlayır və Belqradın azad edilməsində mühüm fərqləndiyinə görə Belqrad fəxri diviziyası adına layiq görülür. 416 nömrəli diviziya Şimali Qafqaz uğrunda döyüşlərdən başlayır yenə yolu. Taganrog şəhərinin azad edilməsinə görə Taganrog diviziyası adı verilir ona. Həmçinin Berlinin Brandenburg adlı qapılarına qələbə bayrağını sancan diviziya adı ilə də məşhurdur. 271 nömrəli diviziya isə əsasən Ukrayna, Polşa və Çexoslovakiya ərazilərinin azad edilməsində mühüm fəaliyyət göstərmişdi. Biz 2-ci Dünya müharibəsi dövründə Azərbaycan SSR-də hər şeyin qələbəyə və müharibəyə yönəldiyini görürük və ərzaq sənaye məhsullarının verilməsində 1929-cu ildə başlamış kollektivləşdirmə illərindən başlamış, yenə də talon sistemi, kartoska sistemi davam etməkdədir və 1942-ci ilin əvvəllərində cəbhədən gələn sifarişləri yerinə yetirmək üçün Bakıda artıq təyyarə təmiri zavodu da fəaliyyətə başlamış olur. Bu dövrdə müharibə illərində Culfa, Mincivan və Salyan Neftçala dəmir yol xətləri işə salınmağa başlanılır artıq. Hətta Bakı hərbi texnika və silah-sursat ehtiyatı baxımından SSR məkanında ən çox hərbi sifarişləri yerinə yetirən ərazi idi. Məsələn, Katyuşa adlı artilleriya raketi, Yakutsk qırıcı təyyarəsi, Şpagin pulemyotu adlı pulemyot hərbi texnika istehsal edilirdi və Hətta Bakıda istehsal olunan neft SSR rəhbərlərinin, SSR nazirlərinin verdiyi məlumata görə müharibədə qələbənin əldə edilməsində mühüm rol oynamışdı. Buna görə Bakı şəhərinə hətta qəhrəman şəhər adı verilməli idi, amma təəssüf ki, Sovet rəhbərliyi o adı verməkdən imtina edir. Müharibə dövründə təbii ki, geoloqlar yerli strateji xammal yataqları kəşf edirdilər və həmçinin akademik Yusif Məmmədəliyev isə yüksək oktanlı aviasiya benzini adlı təyyarə benzinini hazırlamışdı və Mustafa Topçubaşov adlı həkim isə hərbi cərrahiyyə metodları tətbiq etmişdi. 1945-ci ildə müharibə illərində Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlamış. Onun ilk prezidenti Mir Əsədullah Mir Qasımov adlı şəxs olmuşdu. Müharibə illərində müharibə dövrünə, müharibə həyatına uyğunlaşmış filmlərimiz də çəkilməkdə idi təbii ki. Bunlara T9 sualtı gəmisi, Vətən oğlu Bəxtiyar kimi filmlərimizi, məşhur filmlərimizi misal göstərmək olar. Şimali Azərbaycanın 1-ci və 2-ci Dünya müharibəsi illəri tarixinə aid oxşar xüsusiyyətlərdən bəhs etsək, həm 1-ci Dünya müharibəsi illərində, həm 2-ci Dünya müharibəsi illərində Şimali Azərbaycan iri dövlətlərin hərbi planlarında əsas yer tutmuşdu. Buna baxmayaraq, hər iki dünya müharibəsində də Şimali Azərbaycan fəal hərbi əməliyyatlar meydanına çevrilməmişdir. Fəqət unutmayaq ki, Cənubi Azərbaycan 1-ci Dünya müharibəsi illərində fəal hərbi əməliyyatlar meydanı kimi istifadə edilirdi. Belə, Şimali Azərbaycanın, yəni Azərbaycan Sovet Sosialist Respublikasının 2-ci Dünya müharibəsi illərində mövzusundan danışacaqlarımız bu qədər. Növbəti videolarda görüşənədək kanala abunə olub videonu bəyənməyi və şərh yazmağı unutmayaq. Sağ olun, salamat qalın.